Olsun. Qarabağ Turan oyunları sonuna məşğulat konfransı devam edir. Önce Qurban müəllim fikirlərini bildirsin, daha sonra suallara keçsin. Şahınız xeyir olsun, salam və mərhəmətinizi. Təbrik edirəm futbolçularıma. Vacib oyunuydu. Vacib qalibiyyət idi. Biraz yorğunçuluq hissi olunurdu, amma buna baxmayaraq yaxşı xarakter göstərdi futbolçuların. Və biraz da motivasiyanı azarkeşlərimiz verdilər. Bir azarkeşimiz gəlmişdi. Bilirdilər ki, komandada biraz yorğunçuluq var. Gəldilər məncə dəstək olmağa və təşəkkür edirəm hər birinə. Belə yaxşı bərk komandaya qarşı oynayırdıq. Çox özünə xas oyun tərzi olan bir komandaya qarşı oynayırdıq. Ona görə biraz belə oyunlarda oyunu tam ələ almaq heç də asan deyil. Hər pauza, hər cərimə zərbəsi rəqibin üstünlüyü deməkdir. Amma hər bir halda futbolçuların oyunun gedişatında oyunu düzgün idarə edə bilirdilər. Sadəcə biraz sonlara yaxın standart vəziyyətləri çox oldu. Təhlükəli hücumları da elə standart vəziyyətlərdəndir. Hər bir halda qol buraxmamaq üçün çox acı çəkdilər. Əlbəttə qalib gəlmək üçün oldular. Buyurun, suallara keçə bilərik. Buyurun. Yazılarını nasıl təbrik edirəm. Adətən səfərlərdən sonra ikinci heyətə baxırsınız. İkinci heyətə əsas üstünlüyü verəcəyinizi öyrənirsiniz. Bu da Turana qarşı oynamaq, belə heyət açılmamız artıq çempionluq mübarizəsində təhlükənin yaradığını hiss edərək. Bəli, belə hallar çox olur, amma bu biraz bir gün sonra idi oyunumuz. Oyundan 4-cü gün deyək də. Baxmayaraq ki, 6 saat Liverpoola 6 saat geri qayıtmışdı, komanda yorğunçuluq gərginliyi var idi. Buna baxmayaraq biraz əvvəldə futbolçulara bildirmişdim ki, biraz daha bu oyuna hazır olmalıdırlar. Həm də ki, get-gedə biraz buna da ehtiyac var ki, futbolçular biraz mənim narahat olduğum zədədən qorunmaqdır. Ki, bəzən belə oyunlarda mikro zədələr olur. Yəni, yorğunçuluq həddindən çox olunur. Çünki Avropa oyunlarından sonra futbolçular demək olar ki, 2 qat yorulurlar. Amma bugün biraz futbolçuların yəni məşqdə biraz futbolçuların ümumi hazırlığına baxdıq. Heyətlə çıxaq. Və gələcəkdə də yəni, həm ikinci heyətlə də oyunlarımız olacaq əlbəttə ki. Amma belə də mütləq bəzi oyunlarda çıxacaq və əvvəllər də belə çıxmışıq bəzi oyunlarda. Buyurun mənə. Mən onlara tövsiyə verməyə ehtiyac yoxdur. Mən ancaq onlara uğurlar arzulayır bilərəm. Nədən naraz qaldınız? Çünki bəlkə emosiyalar idi. Sadəcə biraz çox oyun dayanırdı. Bəzi epizodlar var idi ki, saxlanmaq olardı. Belə deyək də, bəzən Elçin Məsim oyunlarda olanda rahat oluram. Oyun dinamikası, tempi daha da qalxacaq. Çünki bu təcrübəsinə görə belə oyunlarda, belə mübarizələrdə daha çox üstünlük verəcək oyuna. Birincisindən sonra da fikirlərimi bildirdim ona. Maçda biraz dostlarımın bəlkə tam da qoruyub saxlaya bilmədim. Sonra öz fikirlərimi nəyə görə narazılıq elədiyini bildirdim daha yaxından. O da normal qarşıladı. Onun gördüyü epizodlara görə cərimədir. Bəzən biz yanıla bilərik kənardan əlbəttə ki. Bəzən fərqli görünür. Amma hər bir halda biraz oyun çox dayananda istərsiniz biraz həm emosiyalar görsən, həm oyuncularda, həm işlərdə biraz dəyişir, həm oyunun tempi hər dəfə düşür. Ona görə fikirlərimi bildirdim, amma yəni onlar öz işlərini daha yaxşı bilirlər. Həm təcrübəli hakimlər, sədri var. Son vaxtlarda ümumiyyətcə həm xaricdə hazırlıqlara gedirlər.
belə də diskussiya elədik. Normal. Necə var evdə qalır. Hər hansı bir dəyişiklik olmayıbsa, qalır da. Belə biraz vahiməli idi olmağına. O vaxt elə yadıma gəlir ki, azərkeşlər çox çılğın idilər. 0 zəhmətimizə məğlub olmuşduq. Olmuşdu, hə. Belə də yəni İngiltərədə, yəni ora ümumiyyətcə yəni, sanki bir başqa bir futbol belə deyək də aləmidir. İngiltərə o bütün mənə elə gəlir ki, dünya liqalarını üstələyir. Orada temp, orada azarkeş, orada sürət, orada mübarizə, orada dünən yəqin Liverpool Newcastle oyununa baxdınız. Oyun bəlkə də birinci sırrla bir-iki dəfə dayanmadı. Bəlkə bir laf az olar. Hakimin yəni oyunu saxlaması da, yəni dayanmırdı oyun. Belə, o tam başqa bir aləmdir də. Biraz yəni, orada bu Newcastle'dır, bu Liverpool'dur, bu Man City'dir, belə bir şeylər yoxdur. Ona kimi onlarda elə mübarizə gedir ki, sanki elə bir, belə deyək, forma yaranıb ki, orada oyunun sonlarına yaxın azarkeşlər üçün oynayırlar. Oyunun sonlarına yaxın o daha çox mübarizə olsun, daha çox sürət, daha çox gol olsun, daha çox belə də hücumlar olsun. Yəni, o tam fərqli bir yerdir. Buyur xanım. Bununla qayda qoyuz dünyamıza, hakimlər, konkret epizodlar üzərindən danışasınız. Yox, qırmızıya yəni, ehtiyac yoxdur. Mən yenə deyirəm ki, ümumiyyətcə qırmızı, yəni mən istəmərəm ki, belə bəsit qırmızı verilsin. Bu emosiya oyunudur. Orada mübarizə olacaq, orada biraz qıcıqlanacaqlar da. Bu, biz elə bir, yəni o epizodlar azarkeş üçün daha belə həvəs verir də. Ona görə kontakt oyununda elə hallar olacaq, o 3 saniyə görsən, biraz emosiyalarını qoruyub saxlaya bilmirsən, 100% olsa versinlər. Amma orada o epizodlarda elə qırmızılar məncə düzgün olmaz. Amma gol epizoduna gəldikdə biz öz kameramızdan baxdıq. İnşallah mən deyim burada gol yox idi, gol sayılır və ya gol var idi, oradan offside idi. Yəni bizim öz kameramız var idi. Yox idi və həm də ki xətt də çəkirlər və xətt çəkirlər. Təmiz gol kimi görüb hamı. Buyurun, buyurun Zülfiyə xanım. Yox, inan ki, belə maraqlanmamışam da. Amma normal bir şeydir. Dünya praktikasında məncə belə bir şey var. Bəzi klublar təbii ki, eləmirlər. Büdcə də, hə, yəni sevindik ona da ki, digər klublara da bir vəsait ayrılır. Amma yəni o hamısı dostlarımızdır, hamısı bizim özümüzünkilərdir. Belə hər klubun, ümumiyyətcə hər komandanın, hər rəhbərin öz belə sistemi var, öz strukturu var. Ona görə belə bir negativ düşüncələrim heç yoxdur yəni. Oyunun 63. Elə 90 dəqiqə baxsan, elə məyus kimi görünür həmişə.
Yəni belə deyək də, istər-istəməz doğrudan şükürlər olsun Allaha, həm özüm üçün, həm klubumuz üçün, həm Azərbaycan futbolu üçün həqiqətən bizim dövlət mərhələsinə çıxmağımız bu böyük bir uğur. Həqiqətən yəni belə o bizim nəticələrimizə baxsan, oradan belə çox 10 xal topladı. Sevinməliyik, amma hamımız məyus gəlirik. İstərsəməz üzərimizə gəlirlər yenə, istərsəməz azarkeşlər fərqli yanaşırlar, fərqli baxırlar. Onda istərsəməz hardasa biraz təsir edir, biraz o məyusluq, biraz nə bilim olur da insanın hər birimizin həyatda hansı bir problemləri olur, biraz o məyusluq gəlir üzərinə, biraz onlar olur, amma oradan baxsan 90 dəqiqə bəzən emosiyalarımı göstərirəm belə. Ümumi belə yəni normal, yəni futbol belə bir oyundur ki, bir oyun belə deyək, qəhrəman olursan, o bir oyun tam əksi. Amma ümumi baxsaq biz, bugün futbol elə bir həddə gəlib çatıb ki, yəni elə İngiltərə Premyer Liqasını götürək, yəni hər oyunda 4-5 qol, yəni istənilən komandaya, yəni bu hesabdan qalib gələ bilir. Hər tur baxsaq belə bir hesab olacaq. Bəlkə də dünya futbolunda. Bugün mən həmişə fikirlərini bildirirəm ki, bugün 4 qol, 5 qol, sanki belə o əvvəlki 0-0-1-0-a bənzəyir. Bugün futbol o qədər inkişaf edib ki, o qədər yəni biz özümüzü götürək məsələn, özümüz Çempionlar Liqasında xeyli sayda qol vurmuşuq. Yəni ümumi keçmişə qayıtsaq məsələn, böyük oyunlarda, Avropa oyunlarında sayı çox az olur. Futbol bugün onu tələb edir ki, istər-istəməz o keyfiyyət, o nəticə daha fərqli olur. Biz bunu başa düşürük hardasa, biz bunu qəbul edirik. Amma əvvəllər baxsan, il ərzində bəlkə də ümumi götürsən çempionatları 1-2 oyun belə böyük hesablı qalibiyyətlər olurdu. Amma indi elə bir hər tur belə hesablar var. Ona görə buna məncə mən tərəfdən təcrübələnmək istəmirəm buna. Amma istərdim ki, əlbəttə heç olmasa. Daha az qol buraxaq, daha keyfiyyət, daha çox qol burax rəqib qapısına. Hər bir halda səviyyə fərqi var. Yəni, onlar ustalardır, onlar il boyu o tempdə, o azarkeş baskısında, o tələblərdə oynayırlar. Belə nəticələr də belə olur. Belə, bu qədər. Gelin buyurun. Belə kontaktda olduğum olmuyor heç kim, amma sağ olsunlar. Hər birine. Bir Şamin hörmətli Şamin bizim Şamin görüntülü danışdı, görüntülü təbrik elədi, sağ olsun. Belə başqa belə telefondan Heyecan yaradıcı. həyəcan dedikdə var, yəni o narahatçılıq həmişə olur. Əgər biz də qarşımıza belə bir məqsəd qoymuşuqsa və bu cür rəqib gəlirsə və özdə yaxşı oyunla, yaxşı nəticə əldə edirsə, bir tərəfdən bəli, bir klub olaraq narahatçılıq var, amma digər tərəfdən sevindiricidir ki, mübarizə daha da gərginləşir, mübarizə daha da çoxalır. İdmandır, idmanda bir gün udursan, bir gün olursan, bir il, 2 il çempion olursan, itirirsən. Dünya praktikasında belədir. Sadəcə biz o hisslərlə iş bizə yanaşmalı deyilik. Bu sabah gəlir, biz həyəcanlı olaq, biz belə. Yox, əksinə daha da necə işimizi biz özümüz düzgün görürüksə, onun üzərində getmək lazımdır.
Buyurun. Planda var. Var planda. İnşallah indi. Bu oyunu da gözləyirdik biraz. Belki qarşıdakı günlərdə ola bilər müraciət edək. Çünki məsafə 6 gündür. İndi səfərə çıxasıyıq. Əgər 7 gün olsaydı bəlkə daha fərqli yanaşardıq. Belə bir proqramımıza baxacağıq yenə. Əgər uyğun görsək, bu addım atmağı istəyirik. Çox narahatam. Belə bir oyundan qabaq, bəli, tam 3 oyunumuz var. Bunlardan ikisi Şamaxıda, kubok və çempionat oyunumuz. Bir oyunda Qubada İmişli ilə, yəni əgər İmişlidə də hansısa bir hava şəraiti biraz fərqli olsa, məncə orada oynamaq çox çətindir. Neçə futbolçu o meydançada zədə alıb, hansı ki meydançanın ağırlığından. Yəni yaxşı bir hazırlıq kimi görünmür. Belə çox istərdim ki, ən azından belə bir stadionda 3 oyunda oynamağa. Örtüyündə, hansı ki belə işıq şəraitində ki, orada daha yaxın olmağa. Mən narahatam, düzün desəm narahatam, amma qarşıdakı günlərdə hansısa bir rotasiyanı bəlkə edəcək, amma bizim ümumiyyətcə, yəni daha çox oynamağa, daha çox oyun təcrübəsinə, futbolçuların daha çox bir yerdə olmasına ehtiyacımız var. Lazım olsa hansı bir hisslərə gedəcəyik. Mükemmel. Sualın iki hissədən ibarət olacaq. Komandanın 3 tane oyuncu sifariş edilmiş. İnsan oldu ki, yeni bir futbolcu, Cerenek Marlinki bu yönde şey edeceğini söylendi. Bir de eğer olsa 2 nəfər şansında o Kadi və Rameşə şeylərin olacağını deyə bilərik. Oyuncu ilə bağlı var belə bir şey. Gəlməlidir Bakıya. Biz rəhbərliklə tam danışmadım, hansı səviyyədə qalıb danışıq. Amma qaldı ki, Kadinin, bəli, Ramin Şeydayevin baxacaq hansı hətta daha çox oyuncu lazım olacaq. Onu mütləq etməliyik. 3 oyuncu olsa da bizim boş yerimiz yoxdur. Biz hansı oyuncuları çıxarmalıyıq orada. Eləmək üçün. Çünki orada limit var, hansı ki, həm öz yetirməmiz, həm də yetirməsi. Biz onları çıxarsaq da onların yerini onu sala bilmirik. Geçən də belə bir hal olmuşdu. Hansı futbolçu salmamışdım? Cica salınmamışdı. Çünki kimisə çıxarmalıydım. Yəni bizim öz yerli futbolçularını çıxara bilmirdim. Limit məsələsinə görə. İndi yenə də fikirlər götür-qoy eləyəcəyik. Belə hələ qarşıda bizim 3 günümüz var. Ayın 5-nə kimi deyirsən, 5 axşam gecəyə kimi. Onun kimi vaxtımız var, hansı bir qərar verəcəyik inşallah. Buyurun. Hacı, sən də mənim kimi danışsan, eşitmirəm sən. Özüm eşitmirəm, elə bir bəstəndir. Sualım isə həmşərimin sualının davamı. Yəni, ola bilərmi ki, qarşıdakı oyun yerin dəyişmiş Bakıda? Bir variant var mı? Səhv etmirəmsə biz həm İmişli ilə, həm də Şamaxı ilə desən yerləri də dəyişdirmişik. Yəni, böyük bir əməliyyatla dəyişərdim. Amma sadəcə bu biraz o idman əsasında prinsipləri var. Biraz digər komandalar biraz fərqli qəbul eləyər və yaxud özləri də istəyər bizə kömək eləməyə. Bəlkə də daha yaxşı meydançalar özləri desə. Amma o bəzi qaydalara görə bəlkə düzgün çıxmaz. Amma biz yenə də təklif eləyəcəyik.
lazım gəlsə ki, belə bir stadionda oynamağa, yenə qarşılıq günlərdə baxarıq. Buyurun. Ben de özür dilerim. Zamanı aslında da onlardan biri de Yox, məncə ehtiyac olmayacaq, çünki o qədər baxırıq ki, təqibə istər-istəməz heç. Yəni, püşkatma yox, zaten onların oyunlarına baxırdı. Həm də ki, bizim də burada işimiz çox olacaq. Oyunlarımız həm rəqibi daha yaxından analiz etməyimiz, bir yerdə yığışıb qrup halda bir yerdə olmağımız çox vacib olacaq. İşlərlə, məşq ofisiylə. Sağ olun, çox sağ olun. Teşekkür ederim.